Herkese salam, kanalıma və yeni vloguma xoş gəldiniz. Necəsiniz? İnşallah hər biriniz yaxşı olarsınız. Mən çoxdandır vlog bölüşmürdüm. Dedim axır ki, iyun ayında çəkdiyim vloqları, qısa videoları birləşdirib bir vlog halına gətirib sizinlə bölüşüm. Bu vlog iyun ayında fərqli günlərdə çəkdiyim video kadrlardan ibarətdir. Burada uşaq bayramında uşaqlar üçün hazırladığım xırda tortu da sizinlə bölüşmək istədim. Görünüşü çox möhtəşəm olmasa da uşaqları sevindirməyə kifayət elədi. Əgər vloqlarımı bəyənirsinizsə, mənə dəstək üçün kanalıma abunə olmağı və fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Hər birinizə xoş izləmələr. Uşaq bayramından bir gün öncə tortumu hazırlayıb soyuducuya qoydum. Daha sonra isə səhəri gün qızımın bağça tədbiri var idi. Bayram ilə əlaqədar onun paltarlarını ütülədim, onu hazırladım. Bu arada saçına taxdığım bantikləri özüm axşamdan hazırlamışdım. Belə bantiklər, broşkalar hazırlamaq mənə çox zövq verir, çox xoşuma gəlir. Qızımı da bəzəyib düzəyib bağça tədbirinə göndərdim. Bu da bağçamızdakı dekorumuz çox xoşuma gəldi. Burada isə uşaqlar üçün sertifikatlar, hədiyyələr, hədiyyə paketləri hazırlamışdım. Sonda isə onu da sizinlə bölüşəcəm. Hədiyyələr nələr alıb qoymuşduq. Biz valideynlər onların hamısını təşkil etmişdik. Axşamı isə uşaqları əylənməyə gətirdik. Özümüz də çox gözəl, maraqlı vaxt keçirdik. Uşaqlar üçün aldığım hədiyyələri sizinlə də bölüşüm. Bu formada hər birinə köpük tapancası almışdım. Qızım üçün bir ədəd vidrator almışdım və belə bağçada onlar üçün sertifikat düzəltdirmişdik. Uşaqlar çox sevinmişdilər, çox xoşlarına gəlmişdi. Bunu isə nənəsi hədiyyə almışdı və bir-iki ədəd də broşka almışdı. Onu göstərməyi unutmuşam. Və çox sağ olsun, əmimizin yoldaşı da bugünü unutmayıb uşaqlar üçün hədiyyələr almışdı. Bu isə 4 iyun günü çəkdiyim videodur. Qaynatamın ad günü tortudur. Allah ona da uzun ömür, can sağlığı versin inşallah.
Burada isə biraz alçam var idi. Qışlıq alça düyməcə hazırladım. Hazırlanma qaydasını isə Sirli Mətbəx Yemək kanalımda paylaşmışam. Oradan keçid edib izləyə bilərsiniz. Burada isə oğlumla bir yerdə, sağ olsun, o da kiçik əlləri ilə mənə kömək edirdi. Bağımızdan qarağat toplayıram və qış hazırlıqlarına tam qazla davam edərək gördüyünüz kimi bunların hər birini hamısını yığdım və aroma bankalarında kompot bağladım. Burada isə bağımızda olan çoban yastıqlarını göstərmək istəyirəm sizə. Həqiqətən çox gözəl görünürdü. Bağımızın hər tərəfini bürümüşdü. Çox gözəl, çox maraqlı görünürdü. Biraz onlardan toplayıb bu formada çay dəmləmək üçün qurutdum. Və mən qarağat kompotlarımı bağlamağa başladım. Mən bu formada bağlayıram. Qətiyyən qaynatmıram. Qapaqlar mütləq təzə olmalıdır və qaynar suyun içərisinə atıb isti-isti bağlayıram. Səhərə günü isə xartut kompotu edirəm. Siz qışlıq kompotlarınızı necə hazırlayırsınız? Qazanda hər birini qaynadırsınız, ya mənim etdiyim üsulla edirsiniz və ya fərqli bir üsulla edirsinizsə yorumlarda yazın, bizə də fikir olsun.
sizinlə qaynanamın yeni aldığı gül qablarına əkdiyi gülləri göstərmək istəyirəm. Hər biri çox gözəldir. Əllərinə, əməyinə sağlıq. Artıq vloqumun sonuna yaxınlaşırıq. Əgər vloqumu sona qədər izlədiysəniz, deməli vloqum sizin üçün maraqlıdır. Mənə dəstək üçün, yeni videoların gəlməsi üçün kanalıma abunə olmağı, fikirlərinizi mənimlə bölüşməyi və videonu bəyənməyi unutmayın. Gələn yeni vloqlarda görüşənədək hələlik.